Azərbaycan prezidenti İlham Əliyev mayın 6-sında Belarusun baş naziri Aleksandr Turçini qəbul edib. Cross Media xəbər verir ki, prezident İlham Əliyev iki ölkə arasında əlaqələrin möhkəm dostluğa və etimada əsaslandığını vurğulayıb. Görüşdə siyasi münasibətlər fonunda iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi qeyd olunub. Belarus baş naziri prezident Lukashenkonun salamlarını çatdırıb. İlham Əliyev də salamları cavablandıraraq minnətdarlığını bildirib. Tərəflər iqtisadi əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi aparıblar. Gəncə avtomobil zavodunda Belarus texnikasının istehsalı və servis mərkəzlərinin yaradılması, kənd təsərrüfatı və sənaye sahələrində birgə layihələr müzakirə olunub. Azad olunmuş ərazilərdə Belarus şirkətlərinin iştirakına toxunulub. Baş nazir həmin bölgələrə səfər edəcəyini bildirib. Görüşdə həmçinin şəhərsalma sahəsində əməkdaşlıq, eləcə də 2026-cı ildə Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumunda Belarusun iştiraki məsələləri müzakirə edilib.